Salam dostlar, bizim Toyğular kanalından hər kəsə salamlar, hamını xoş gördük. Yeni bir video ilə dostlar, yenidən qarşınızdayım. Maraqlı bir video çəkmişəm sizlərə. Ümid edirəm sona qədər izləyəcəksiniz. Sonda sürpriz folluqları da göstərəcəm sizə. Həqiqətən də toyuqlarım yeni yaradıblar. Videonun artıq başlığından da sizə məlumdur. Sodalı su haqqında danışacağım. Toyuqlara sodalı suyun xeyri və ziyanları. Bu suyu düzələrə də verə bilərsiniz dostlar. Video keçməmişdən öncə kanalıma hələ də abunə deyilsənsə abunə ol. Çünki əksər izləyicilər gəlib izləyirlər videoları, amma nədənsə abunə olmadan gedirlər. Xahiş edirəm ki, dəstək olun, motivasiya verin mənə. Videonu bəyənin və fikirlərinizi rəy bölməsində mütləq şəkildə yazın ki, videomuz YouTube'da daha çox insan tərəfindən izlənsin, daha çox insanın qarşısına çıxsın. Dediyim kimi videomuzun mövzusu sodalı su ilə bağlıdır. Əlimdə hazırda burada belə bir soda var. Evlərimizdə də istifadə edirik sodadan. Toyuqlara nə kimi xeyri var? Gəlin ondan danışaq dostlar. Bu haqda ümumiyyətlə video çəkmişəm kanalımda. İstəsəz ona da baxa bilərsiniz. Amma son videom budur. Bunu izləsəz daha yaxşı olar. Mən adətən ümumiyyətlə sodalı suyu düzələrə 2 ayından verməyə başlayıram. Amma sizlər istəsəniz ay yarımlığından da verə bilərsiniz. Hansı ki, həqiqətən də ehtiyac varsa. İlk öncə sodalı suyun xeyirlərindən, faydalarından danışım. Nədir faydaları dostlar? Sodalı suyun faydası həddindən artıq çoxdur. İlk öncə onu deyim ki, toyuğun mədə-bağırsaq sistemini nizamlayır, nizama salır. Turşu qələvi mühitini normallaşdırır. Toyuqların bədənindəki toksiki maddələri, zəhərləri xaric edir. Bu həqiqətən də lazımdır. Mən demək olar hər videomda deyirəm ki, sağlam toyuqlar bizə yumurta verir. Sağlam olmayan toyuq əlbəttə ki, bizə nə yumurta verər, nə də ki, ət məhsullarında faydalı olar. Hazırda görürsünüz, mənim hinində, yəni toyuqlarım həqiqətən də yumurta məhsulları qaydasındadır. Normal yumurta qoyduqları yer də göstərəcəm sizə, amma belə gizli folluqları da göstərəcəm sizə. Həqiqətən də bəzən yadımızdan çıxır, oradan yumurta götürmürük, yığılıb qalır. İndi mən buradan görürəm, amma videoda biraz çətin görsənir. Bəlkə buradan yaxınlaşdırsam, orada məncə görmək olur. Deməli dostlar, dediyim kimi sodalı su toyuqların orqanizmindəki toksiki maddələri təmizləyir. Hansı ki, biz onlara bəzən kifli yemlər veririk, vaxtı keçmiş yemlər veririk, keyfiyyətsiz yemlər veririk. Bu da onların bədəndə müxtəlif zəhərli maddələrin yaranmasına səbəb olur ki, bu sodalı suyun sayəsində də bu problemi aradan qaldırmış oluruq. Bayaq dediyim kimi turşu qələvi mühitini, yəni mədə-bağırsaq sistemini normallaşdırır. Ən əsas xüsusiyyətlərindən biri isə sodalı suyun tənəffüs sistemində hər hansı bir iltihabdır, xıxıltıdır, xışıltıdır, bunları aradan götürür. Onu da deyim ki, çalışın bunu profilaktik məqsədlə tez-tez verin toyuqlarınıza ki, bu əlamətlər, bu xəstəliklər toyuqlarınızda görsənməsin, toyuqlarınızda olmasın. Mənim şükürlər olsun ki, toyuqlarım şuxdurlar. Çünki mən bunlara sodalı su, sirkəli su, limonlu su, yəni çalışdığım qədər təbii vasitələrdən istifadə edirəm. Hətta hinlərini çalışdığım qədər kimyəvi məhsullardan istifadə etmədən dezinfeksiya edirəm. Birinci küldən istifadə edirəm bir neçə dəfə. Lazım olarsa itlərə, birələrə qarşı dezinfeksiya edirəm. Yəni təbii üsullar toyuqlara həm zərər vermir, həm də faydaları daha çoxdur. Siz də belə üsullardan istifadə edərək toyuqlarınızın inkişafını daha da sürətləndirə bilərsiniz. Yumurta məhsullarının aşağı olmasından şikayətlənirsiniz. Yəni belə üsullar toyuqlarınıza həm zərərsizdir, həm də onların yumurta məhsullarını daha da yüksəldir. Hazırlama qaydası haqqında da danışım sizə dostlar. 1 litr suya 1 çay qaşığı soda əlavə edirsiniz və toyuqlarınıza həftədə 2-3 dəfə verirsiniz. Cücələrinizə ay yarımlığından da vermək olar. Yəni ki, problemlər əgər varsa, əvvəlcədən cüzi olanda bu problemlər sodalı sudan istifadə edərək, hansı ki, tənəffüs yollarında problem varsa, xıxıltı, xışıltı varsa, sodalı sudan verib yaxşı effekt, yaxşı nəticə ala bilərsiniz. Hazırda mənim burada sodam var. İndi hazırlama qaydasını da əyani olaraq sizlərə göstərəcəm dostlar. Deməli, burada mənim qabım harca 5 litrdir. 5 litrə 5 çay qaşığı əlavə edirəm və şimdi görürsünüz dostlar, ikincini əlavə etdim. Bu 3 oldu.
Bu 4 oldu. Bu da 5 oldu. Qaşıqların biraz yarımçılığı olurdu. Bu da əlavə olsun ki, tam 5 qaşıq olsun. Onu nəzərə alıb əlavə etdim 6-cı qaşığı da dostlar. Yəni 5 litrə 5 çay qaşığı soda əlavə etdim. İndi bunu hər hansı bir burada bizim ağacımız var. Bu ağac vasitəsilə dostlar bunu mən indi qarışdıracağam. Biraz qarışdırıram. Əgər ağzı bağlı qabınız varsa çalxalaya bilərsiniz ki, məhlul orada sürə daha yaxşı qarışsın. Biraz qarışdırdıqdan sonra toyuqlarımın suluqlarını əlavə edəcəm. Su qablarını da belə yumuşam. İndi sodalı suyumuzu da əlavə edək onların su qablarına. Dostlar, sodalı suyumuzu əlavə etdim su qabına. Burada servislərimiz ilk öncə gəliblər. Suyun dadına baxırlar belə. Yəni içirlər. Bu həqiqətən də onlar üçün çox faydalıdır. Ona görə də mənim toyuqlarım həm şux olurlar, həm yumurta məhsuldarlığı daha yüksək səviyyədə olur. Yumurta məhsuldarlığından söz düşmüşkən indi mən gizli folluqları da göstərəcəm sizə. Onu da deyim ki, düzələrimin hələ bir ay tamam olmadığından bunu onlara vermirəm dostlar. Bizim gizli yumurta folluqlarımızı göstərim sizə. Əslində mənim üçün gizli deyil. Bu dəmirin arxasında maşallah olsun ki, görürsünüz dostlar. Ondan çox yumurta var. Hələ hinin tam ortasında var. Onu bilmirəm necə götürəcəm. Bilmirəm orada görə bilirsiniz yoxsa yox. Görürsünüz dostlar, orada da hardasa 3 yumurta var. Bu kənardakı yumurtaları da məncə görürsünüz. Biraz yaxınlaşdırdım. Dostlar, hinimizin ümumi vəziyyəti belədir. Bu qara toyuğumuz kürtdür. Onun yanındakı toyuq kürtdür. Bu yumurtaya oturub. Folluqda oturmur. Orada folluqlar var. 2 ədəd folluq var. Əvvəl burada da yumurtlayırdı toyuqlarımız. Sadəcə də yumurta qoymurlar burada. Bu hində də bir toyuğumuz bu folluqda. 2 toyuğumuz da o biri folluqlarda oturub. Yəni onları narahat etməyəcəm. Gəlin əsas otur ki, bu bir yumurtaları yığar buradan. Buradakı yumurtalarımızı da yığırıq belə. Düz 10 ədəd dostlar burada yumurta var. İndi hinin altına əlim çatmır. Onu da bir təhər edib götürməyə çalışacağım. Çox sağ ol ki, mənə kömək edirsən. Orada da yumurtalar var dostlar. Onları da birazdan götürəcəm. Dostlar, deməli bayaqları hinin altını göstərdim sizə. Orada dedim ki, təqribən 3 yumurta olar. Nəinki 3 yumurta, düz 15, 5 dəfə çox. Düz 15 yumurta yığdım oradan. Hazırda bu qabda 25 yumurta var. 10 ədəd də bu dəmirlə hinin arasından yığdım. Altından dediyim kimi 15 ədəd yumurta götürdüm. Toyuqlarım əməlli başda orada neçə vaxtı yumurta qoyulmuşlar. Əsasən biraz xırda yumurtalardır. Hiss olunur ki, belə deyim, təzə yumurtlayan toyuqlardılar, tərələrimizdirlər. Hazırda 15 ədəd, hazırda gün ortada 25 ədəd artıq yumurta var bu qabımızda. Bir fürsətdən də istifadə edib yumurtaları da belə yığmışkən qara toyuğumuzu da aparaq folluğa yatıraq. Buradan yaxşı yumurtalar seçəcəm. Toyuğumuz üçün, qara toyuğumuz üçün yumurtaları seçəcəm buradan. Qoyaq bura. 12 ədəd yumurta qoyacağım altına. Beşin qoymuşuq. Yettisini də gələk tapaq. Sərlərindən yaxşılarını seçməyə çalışıram ki. Məsələn, bu yumurta inkubasiya üçün yararlı yumurta deyil. Yəni, toyuğun altına qoymaq üçün yararlı yumurta deyil. Yəni, formasından da gördünüz. Bir çox araşdırmalar nəticəsində bu qənaətə gəlmişəm. Təcrübələrim sayəsində.
Bunu qoya bilərik. Deməli 4, 7 ədəd yumurtamız var artıq. 8 oldu. Bu da o cürdən yeni yumurta. Bunu fikirləşə bilərik. 9, 10 deyək. 11. Bu da çox yumru yumurtalar da inkubasiya üçün, yəni kürt toyuğun altına qoymaq üçün yararlı olmur. Yəni çıxış faizi belə yumurtalarda aşağı olur. Məncə yetərlidir artıq. 12 ədəd yumurtamızı qoyduq bura. İndi də toyuğumuzu gətirək. Bu da bizim hər iki kürt toyuğumuz. İndi qara toyuğumuzu tutaq, aparaq yumurtaların üstünə. Yavaş-yavaş ehmalca yerləşdirək yumurtaların dostlar üstünə. Toyuğumuzu qoyduq. Yad yer olduğundan biraz narahatdır. Bizə görə də narahatdır. Yəqin ki, birazdan yumurtaların üstündə oturacaq. Belə dostlar, bir videonun da artıq sonuna gəlirik. Video ilə bağlı suallarınızı rəy bölməsində yazmağı unutmayın. Hər birinizə dərin təşəkkürümü bildirirəm. İnşallah yeni videolarda görüşərik. Sağ olun, salamat qalın. Allah'a emanet olun. Hələlik.